bir həyat tərzi sayılır. Bu bir xəstəlik deyil. Çünki artıq məsələn, hər hansı bir xəstəlik kimdəsə olanda hamı ona belə baxır ki, niyə belə oldu? Amma şəkərli diabet siz demiş, hər 2-3 ailənin fərdinin birinin nümayəndəsində var və bu get-gedə də silsilə şəklində artmaqdadır. Məsələn, əvvəllər birinci tip şəkərli diabetlərə daha çox rast gəlinirdi ki, bu irsi faktor daşıyır, ailədən ailəyə keçə bilər və yaxud uşaq anadan olandan bunda şəkər var. Amma indi ikincili tip şəkərli diabetlər daha geniş vüsət alır. O da bütün dünya əhalisinin qlobal bir problemidir. Təbii qidalanmanın süni qidalanma ilə əvəz olunması, insanların təbiətdə çox ofis şəraitində işləmələri, hərəkətsizlik, işsizlik, bunlar hamısı bilavasitə insanların maddələr mübadiləsinin pozulmağına, artıq çəkinin yaranmağına və bu artıq çəki fonunda da ikincili tip şəkərli diabetin yaranmağına gətirib çıxardır. Eləcə də ətraf mühitdə şüalanmanın artmağı, xəstəliklərin çeşidlərinin artmağı. Məsələn, xəstəliklərin növləri də artıb. Tutalım, ən pis tərəfini deyim, xərçəngi belə deyək, xərçəngin əvvəllər tutalım 20-30 il bundan qabaq hər hansı bir orqanın, xərçənginin tutalım 2-3 növü varsa, bugün onun artıq modifikasiyaları da aşkar olunub. Yəni, elm inkişaf etdikcə diaqnostika da inkişaf edir. Təbii ki, əvvəl gözdən qaçan xəstəliklər də üzə çıxır. Bunların bütün genetik analizlərinə qədər hamısı üzə çıxır. Müayinələri və müasir müalicə üsulları. O, qeyd etdiyimiz kimi, şəkər nədir? Şəkər orqanizmdə insulinin ya yoxluğu, ya artıq olmağına baxmayaraq onun keyfiyyətsizliyi. Ona görə də qanda şəkərin qalxmağı. Qanda şəkəri normaya salan mədə-altı vəzin beta hüceyrələri var. Onların ifraz elədiyi insulindir. Bu, ya mədə-altı vəzin özünün xəstəlikləri zamanı insulinin ifraz olunmamağı qanda şəkərin miqdarını artıra bilər və yaxud ifraz olunur həddən artıq çox, normadan çox. Bu isə o toxumalarda piyələnmə ilə əlaqədar olaraq bu şəkəri parçalaya bilmir. Ona görə də yenə şəkər qalxır. Hər halükarda hər ikisi nəticə etibarı ilə şəkərli diabet xəstəliyinin yaranmasına gətirir.